Salam, hörmətli kolleqalar. Mən bugün sizə irsi süd vəzi və yumurtalı xərçəngi sindromundan bəhs edəcəm. İrsi süd vəzi və yumurtalı... Şimdi bu format biraz uygun gelmiş. Ben de bir peşin gelmiyorum. Böyle istedim en yükseklerden. Ne diyor siz belediye? Belediye. Sabredeyim düşecek. Biraz basın saklayayım. Salam, hörmətli kolleqalar. Bugünkü mövzum irsi süd vəzi və yumurtalı xərçəngi sindromudur. İrsi süd vəzi və yumurtalı xərçəngi sindromundan bəhs etdikdə ilk öncə ağla Angelina Jolie gəlir ki, bu haqda çox uzun danışmaq istəmirəm. Məndən öncəki həmkarımız bəhs etdi. Sadəcə qısa məlumat vermək istərdim ki, Angelina Jolie'nin paylaşımından sonra genetik konsultasiya və genetik testlərə müraciət sayı artmışdır. Diğer slaytda göstərilmişdir ki, pek bir BRCA2 ailəsi göstərilmişdir. Burada Angelina Jolie'nin anasında, xalasında və nənəsində xərçəng diaqnozu qoyulduğunu göstərilmişdir. Süd vəzi və yumurtalı xərçəngindən bəhs etdikdə onların çox az hissəsi 10% hallarda irsi, əksər hallarda isə sporadikdir. İrsi süd vəzi və yumurtalı xərçəngi olanların əksəriyyətində BRCA1, daha sonra isə BRCA2 mutasiyası mövcuddur ki, və bəzi nadir irsi sindromlar, Li-Framen sindromu, Cohen sindromu, Pesch-Jäger sindromu. Və irsi süd vəzi və yumurtalı xərçəngi sindromu kimlərdə rast gəlinir? İrsi süd vəzi və yumurtalı sindromu bütün süd vəzi xərçənglərinin 5-10%-ni, yumurtalı xərçənginin isə 15%-ni təşkil edir ki, ailədə bir neçə nəsildə süd vəzi və yumurtalı xərçəngi olan insanlarda, erkən yaşda xərçəng aşılanan hallarda, etnik mənşə Aşkenazi yəhudilər olanlarda mutasiya daha çox rast gəlinir. Burada irsi patogen mutasiyaların rast gəlmə tezliyi göstərilmişdir ki, ümumiyyətlə yüksək, orta və zəif penetrasiya genlər vardır ki, yüksək penetrasiya genlərdən BRCA1, BRCA2 və PALB2 mutasiyasından bəhs etmək istərdim ki, BRCA1 və BRCA2 mutasiyası süd vəzi və yumurtalı xərçəngi olan qadınların təxminən 15%-də rast gəlinir.
Yumurtalıq və süd vəzi xərçəngi ilə bağlı aparılmış çalışmadır ki, 2017-ci ildə təqdim olunmuşdur ki, burada da görüldüyü kimi BRAF mutasiyası daşıyıcılarda daha erkən 30-40 yaşlarında, BRAF2 mutasiyası daşıyıcıları isə 50-60 yaşlarında xərçəng rast gəlmə ehtimalı daha yüksəkdir. Və aparılmış çalışma göstərmişdir ki, ailə anamnezi və mutasiyanın yerləşməsi risk dəyərləndirməsində çox vacibdir. Diğer önemli mutasya PALB2 mutasiyasıdır ki, PALB2 mutasiyası daşıyıcılarında aparılan çalışma göstermiştir ki, 50 yaşa kadar 17%, 80 yaşa kadar ise 55% süd vəzi və yumurtalıq xərçəngi rast gəlmə ehtimalı var. Və PALB2 mutasiyası olanlarda hormon pozitiv süd vəzi xərçəngi daha çox rast gəlinir. PALB2 mutasiyası ilə bağlı və bir diğer çalışma da göstermiştir ki, ailə anemizi olanlarda risk daha yüksəkdir. Bunları çox qısa keçib üstündə durmaq istəmirdim. Orta risk penetrasiya genlər son dövrlərdə də aktual olaraq yoxlanılsa da, bu zaman süd vəzi yumurtalıq xərçənginin rast gəlmə ehtimalı çox aşağıdır. Testdən öncəki genetik konsultasiya vacibliyi ailə anemizi ətraflı soruşmalı, risk dəyərləndirməsi aparılmalıdır. Daha çox multigen analizi tövsiyə olunmalıdır. Genetik testin mümkün ola biləcək nəticələri müzakirə olunmalıdır. Testin maddi tərəfləri müzakirə olunmalıdır və göstərilmiş digər hallar. Kimlərə genetik risk qiymətləndirilməsi təklif edilməlidir? Amerikan Klinik Onkologiya Cəmiyyətinə görə 65 yaş və daha gənc yaşlarda diaqnoz qoyulmuş süd vəzi xərçəngi və aşağıdakı hallarda istənilən yaşda süd vəzi xərçəngi zamanı genetik test tövsiyə olunur ki, əgər nəticələr müalicə qərarına təsir edilə bilərsə, kişilərdə süd vəzi xərçəngi varsa, aşkinaz, yahudi mərkəli şəxslər, triple negativ kişilər və göstərilmiş digər hallarda. Aşağıdakı digər xərçəng növləri zamanında test tövsiyə olunur ki, epitelial mərkəli yumurtalıq xərçəngi, eksokrin pankreas xərçəngi, metastatik prostat xərçəngi və göstərilmiş digər hallarda. Ailə təxsis əsasında da testlər tövsiyə edilir ki, test üçün uyğun olan digər xəstələr isə bioloji qohumlarında BRAF1, 2 və digər yüksək və orta riskli genlərdə patogen variantını aşkar edilmiş şəxslər və bu testdə kaskad testləmə deyilir ki, bu zaman ailə üzvlərinə testin nəticələrinin çatdırılması çox vacibdir və göstərilmiş digər hallar. Genetik testin nəticələri və risk dəyərləndirməsi həqiqi negativ nəticə zamanı bu zaman risk ümumi əhali ilə eynidir və ya çox az yüksəkdir. Qeyri-informativ nəticədə ətraflı araşdırma aparılmalıdır. Patogen variant yoxdur, şübhəli variant və şübhəli variantda bəzi hallarda gen dəyişiklikləri tapılır, amma bunun təhlükəli olub-olmaması qeyri-müəyyən olur. Bu hallarda xəstəyə məlumat verilməlidir ki, nəticələr yenidən qiymətləndirilə bilər. Xəstə gəldi, pozitiv nəticə xəstələr risk azaldıcı cərrahi əməliyyatların riski tam yox etmədiyi və əməliyyatın mümkün yaxın uzaq nəticələri izah edilməlidir. Profilaktik mastektomiyanın süd vəzi xərçənginin 90% və daha az azalda bildiyini və bilateral salpingofirektomiya isə 80% risk azaltdığını qeyd etmək lazımdır. Süd vəzi xərçəngi risk qrupları, əgər mutasiya varsa, bu yüksək risk qrupu daxili, yüksək risk qrupudur və mutasiya olan xəstələr, BRAF1, BRAF2 mutasiyası olan xəstə qruplarına profilaktik cərrahi əməliyyatlar, 6 aylıq aralarla mammoqrafiya, MRT müayinələri təşrif olunula bilər. Bir PALB2 mutasiyası olan xəstələrdə isə 30 yaşdan etibarən illik mammoqrafiya və MRT tövsiyə olunur. Yumurta xərçəngi risk qrupunda da eyni ilə mutasiya olan xəstələr yüksək risk qrupuna daxildir və eyni ilə burada da skrininglər o qədər də effektiv deyil və sadəcə profilaktik əməliyyatlar tövsiyə olunur. Diqqətiniz üçün təşəkkürlər.